mağazadan hazır paçka unu alırıqsa və bunun keyfiyyətini bilmək istəyirik. Bu un hazırladığımız şirniyyata yararlıdırmı? Yararlı olmağını nədən bilə bilərsiniz? Qızlarımız bilir. Asiyə xanım, diyanı biraz sakit. Yararlı olmağı, unun təyin eləməyini hardan bilirsiniz? Məsələn, getmişsiniz, dayanmışsınız, un paçkalarına baxırsınız. Oman alım, doymak alım, fayverlə alım, hansını alım? Hansı o nəyə uyğundur? Məsələn, bu günləri xaricdən tələbəm mənə gecə ilə zəng elədi ki, mənim biskivitim alınmır burada. Paçka undur burada. Almaniyada ancaq paçka undur. Paçka unlarında deməli yığımı keyfiyyətli unlar olur. Əla növ unu, bu sort əla növ unu olur. Deməli, sizin paçkanın böyründə şəkərbıraya belə, paxlavaya belə, çörəyə belə seçdiyiniz unun kaloriyası bilinməlidir. Yüksəkliyi ki, yararlıdır ya yox. Məsələn, şəkərbıraya bizə yüksək lazımdır. Çörəkdə bizə o çox yüksək un o qədər də. Mənim unum bəlkə alındı, xəmirim bəlkə alındı, biskivitim qalxmadı deyib o sualları verib özünüzdə məntiqi axtaranda harada axtarırsınız? Ki, düz eləməmişəm. Yox, unun keyfiyyəti nəmliyindən belə sizin biskivitiniz alınmaya bilər. Və keçirik paçkanın böyründə yazılan burada instruksiyasına. Ən əsası sizə burada instruksiyada baxırsınız, burada yazılır belok. Belokun faizinə baxırsınız burada. Belok, yazılan unlar dərəcəsi 10,2, 11,8, 12,6. Hansı yüksək un sayılır? Və unun hazırlama ələnməsində, onun özün ələnməsində onu çox üyüdüblər. Əla növ un sayıldığına görə, buğda ununda olduğuna görə siz paçka alanda satıcıya müraciət edib demirsiniz ki, mən hansı unla mənə verəsiz, şəkərbıraya hansı, özünüz, siz şirniyyatçılar, hər kəs bunun instruksiyasını özünüz bilməlisiniz və siz məsləhət görməlisiniz. Bu günləri keçdiyiniz iş yerində belə, özünüz üçün tələbə bir götürəndə belə, siz bu instruksiyaların özünü bilməlisiniz ki, necə olmalıdır. 10,6 zəif un sayılır, hər halda şəkərbura üçün 12,6, 12,3 olan unlardır.